Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində heç bir formatda iştirak eləmir. Bu fikri Ermənistan parlamentinin sədri Alin Simonyan Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatından sonra səsləndirib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan KTMT-nin tam hüquqlu üzvü kimi statusunu qoruyub saxlayır. Nazirlik vurğulayıb ki, Moskva Yerevanın bu təşkilatda fəal iştirakından yanadır və bunu Ermənistanın təhlükəsizliyi üçün vacib sayır. TASS agentliyinin xəbərinə görə Rusiya Xarici İşlər Nazirliyi Qərbin Cənubi Qafqazdakı siyasətini tənqid edib. Bildirib ki, Cənubi Qafqaz ölkələri, o cümlədən Ermənistan anlamalıdır ki, Brüssel və Vaşinqtonun ilk baxışda xoş görünən niyyətlərinin arxasında soyuqqanlı hesablama dayanır. Nazirlik hesab edir ki, Avropa və ABŞ üçün Rusiyanın tarixən sıx bağlı olduğu bu region Rusiyaya zərbə vurmaqdan ötürü ağrılı yerdən başqa bir şey deyil. Avropa Birliyinə qoşulmağı hədəfləyən Ermənistan KTMT-də fəaliyyətini dondurduğunu 2024-cü ildə elan edib. Hətta təşkilatın büdcəsinə ödəmələri də dayandırıb. KTMT çərçivəsində toplantılara və birgə hərbi təlimlərə qatılmır. Amma Yerevan hələ ki təşkilatdan çıxmaq üçün prosedurlara start verməyib. 2022-ci ildə Ermənistan Azərbaycanı onun ərazi bütövlüyünü pozmaqda ittiham etmişdi. KTMT-yə müraciət etmişdi ki, təşkilat öhdəliyini yerinə yetirsin, müttəfiqini qorusun. Sonradan təşkilatı fəaliyyətsizlikdə suçlamışdı. Azərbaycan isə Ermənistan ərazisinə müdaxilə etmədiyini və sərhəddə öz mövqelərini bərpa etdiyini bildirir.